Salam əziz gənclər. Azərbaycan Respublikasının Gənclər Fondunun rəqəmsal mövzulu qrant müsabiqəsinin qalibi olmuş Karyera 360 layihəsinin bugünkü qonağı Phoenix Marketing şirkətinin təsisçisi və təlimçi Orxan Şahbazdır. Adım Orxan Şahbazdır. Mən marketinqlə məşğulam. Bizim şirkət şirkətlərə və fərdi şəxslərə marketinq xidmətləri həyata keçirir. Sosial media marketinq, şəxsi brendinq və s. Əlavə fəaliyyətim təlimlərlə məşğulam, tələbələrlə görüşürəm tez-tez, bütün ictimai yerlərdə demək olar iştirak edirəm. Özəl və dövlət tədbirlərində, müxtəlif mövzularda və xüsusən də idarə etmə və marketinqlə bağlı tədbirlərdə spiker qismində çıxış edirəm və Zidd adında bir kitabın müəllifiyəm. Bu insan beynində baş verən ziddiyyətlərlə bağlı olan detallardır. Fəaliyyətim hal-hazırda bununla bağlıdır. Bir gənc özünü tanımağa hardan başlamalıdır? Mən kiməm sualına necə cavab axtarsın? Necə etməlidir və yaxud necə etsə daha yaxşı olar cavabını deyə bilməyəcəm. Çünki məsləhət və tövsiyə yönümlü deyilən şeylərin hamısı insanı səhv yönləndirir deyə düşünürəm. Ona görə ki, məsələn, mənim 33 yaşım var. Çünki mənim 33 yaşım var, orta yaşda sayılıram. O yeniyetmə və gənclik dönəmimdə olan şeyləri mən belə eləmişdim, siz də belə eləyin, özünüzü tapacaqsınız desəm, bu biraz mifik bir şey olar. Ona görə ümumi olaraq nələri deyə bilərəm? Birinci əsas məsələ insan özü-özünü araşdırmaq. Yəni, bioloji və psixoloji olaraq o kimdir? Yəni, beyninin içərisində baş verən proseslərlə bədənində baş verən proseslərin ortaq bir analizini aparıb, tibbi müayinələri keçib, psixoloji müayinələri keçib, özünü araşdırıb, psixologiyada buna introspeksiya deyirlər, daxilə yönəlmə. Yəni, mən nə edirəm və daxildə gedən prosesləri anlayır, birinci detal. Analiz önəmlidir bunun üçün. İkinci, sorğulama. Yəni, insanın düz bildiyi şeyləri səhv yönündə, səhv bildiyi şeyləri də düz yönündə sorğulamaq məsələsi. Bəlkə sənə öyrədilən şeylərin böyük əksəriyyəti yaşının hər hansı bir dövründə elə bir hadisə baş verəcək ki, görəcəksən ki, o heç birisi düz deyilmiş. Və sən təsəvvür elə bir yaşa çatmısan və sənə öyrədilən şeylərin hamısı səhvdir. Necə bir şokdur insanın beyni üçün. Bax, bu detalda sorğulamaq ona görə vacibdir. Və üçüncü detal mənə görə ünsiyyət. Yaxşı, bizim nə bildiyimizin, göstərməyimizin əsas və birinci yollarından biri yaxşı danışmaqdır. Yəni, yaxşı özünü ifadə eləməlisən ki, sənə yaxşı işlər təklif eləsinlər, sənə hörmət artsın, sən yaxşı şəkildə ön plana çıxa biləsən və s. Bu çox vacibdir. Mənə görə Azərbaycan cəmiyyətində hal-hazırda gənclərin arasında ən böyük problemlərdən biri fikirlərini olduğu kimi və istədiyi formada ifadə eləyə bilməməkdir. Bax, bu ən böyük sıxıntılardan biridir. 3 dənə detal, düşünürəm ki, o sualınıza uyğun olaraq cavabladım. 3 dənə detal insan həyatında olsa, effektiv nəticələr əldə edə bilərsən. Sizcə şəxsiyyətimizi formalaşdıran əsas amil nədir? Tərbiyə, travma, yoxsa seçimlərimiz? İmmanuel Kantın Pedaqogika kitabında belə bir nümunə var. Hər şey bir tərbiyədir, təhsil də tərbiyənin tərkib hissəsidir. Yəni, əslində biz, məsələn, bioloji özümüzə baxsaq, biz vəhşi canlıyıq. Tərbiyə sonradan formalaşır. Hər hansı X adlı bir yerdə doğuluruq, ailədə doğuluruq, oranın bir inancı var, oranın bir tərbiyə üsulu var. Yəni, tərbiyə dediyimiz şey bizim mədəniləşib insanların içərisində normal və standartlara uyğun formada yaşama prosesimiz nəzərdə tutulur. Bu baxımdan tərbiyə məsələsi bizim həyatımızda birinci yerdə gəlir. İkinci, travma məsələsi. Tutaq ki, psixoloqlar bunu daha dərindən bilərlər. Amma ümumi olaraq travma dərin iz buraxılan və yaşanılan və silinə bilməyən psixoloji hadisələrdir. Bəzən insan deyir ki, mənə şillə vurdun, məndə travma yaratdı və salam, mənim həyatım dəyişdi. Bu travma deyil. Birinin kəskin ölümü, ən yaxınının həyatında baş verən ani pis dəyişikliklər və s. hansı ki, səndə dərin iz buraxır, bu sənin şəxsiyyətinə təsir göstərə bilir. Həqiqətən bu olub. Məsələn, ən yaxın dostum, əsgər yoldaşım Murad Gözəlov şəhid olanda onun şəhid olması mənim həyatımda böyük təsirə məruz qaldı və bu mənim xarakterimə yansıdı və mənim həyatımda dəyişikliklərə gətirdi, çıxardı. Yəni, bax, bunu göstərmək olar bu tərəfdən. Seçim məsələsi isə mənə görə belədir. İnsan əlindəki imkanlara sahib olanda və nələri necə eləyə bilər yollarını başa düşəndə o daha yaxşı seçim eləyə bilir. Amma ona qədər sənin aldığın tərbiyə
çox vacibdir. Yəni bizə tərbiyə verən, bizi müstəqil şəkildə seçim etməyə qədər formalaşdıran insanlar, valideyn, müəllim, ətraf mühit və s. birinci vaciblik daşıyır. İkinci yerdə isə bizim artıq seçimlərimizdir. Əgər bu iki hal balansda getsə, düşünürəm həyatında aldığın bütün travmaları həll eləyə bilərsən, həll eləyə bilmədiklərini də idarə eləyə bilərsən. Çünki mənim belə bir fikrim var, kitabda da yazmışam. İnsan müsbət xüsusiyyətlərini artırmalıdır, mənfiləri də düzəltməlidir, düzəldə bilmədiklərini də idarə etməlidir. Yəni sən hər şeydə müsbət, hər şeydə mükəmməl ola bilməzsən, amma yaxşı xüsusiyyətlərindən istifadə edib mənfiləri idarə edə bilərsən. Bu zaman sistem daha yaxşı işləyir. Gənclər özlərini başqaları ilə müqayisə edir. Bu vərdişi necə qıra bilərlər? Bu əslində beynin funksiyasıdır. Bunu heç zaman silmək mümkün deyil. Çünki sistem kapitalizmdir. İnsanlar kapitalist həyat yaşayırlar. Yəni görüntüdə elədir də, ümumi sistem elədir. Yəni sən buna bir növ məcbur, məhkum və bunu könüllü şəkildə eləyirsən. Bunun içərisində rəqabət var. Yəni sən o birisindən fərqlənməlisən. Adi universitetə hazırlaşanda evdə anamız deyir ki, filan kəsin uşağı, qonşunun uşağı səndən yaxşı oxuyur. Qohumun deyir ki, gördün əmin qızı səndən daha yaxşı idi və s. Yəni bu milli mənəvi rəqabətlərdir də. Bu başlayır həyatımızın müxtəlif hissəsinə yansıyır. Yəni müqayisə orada başlayır əslində. Ya həmişə bu olacaq. Məsələ nədir? İnsan özünün potensialının, gücünün fərqində olanda ki, bayaq da danışdıq, bu analiz və özünə yönəlmədən gedir, sağlam müqayisə aparır. Yəni əgər biz sizlə eyni sahədəyiksə, bacarıqlarımızı hansımız daha yaxşı müqayisə eləsək, maddi və mənəvi olaraq ön pillədə o olacaq. Yəni məntiqlə və işin nəzəri tərəfi ilə belədir. İndi praktikada belə olacaq yoxsa yox bilmirəm, amma ümumi olaraq proses belə işləyir. Ona görə müqayisə əslində tamamilə normal bir şeydir. Məsələ insan özünün fərqində olanda müqayisəni belə normal şəkildə həyata keçirə bilir. Yəni başa düşür ki, güclü tərəfi nədir, zəif tərəfi nədir və bu müqayisə prosesləri ona əksinə inkişaf elətdirir. Biri var sən deyirsən ki, ayda mən niyə belə oldum? Bir də var mən niyə belə oldumu sualını verib cavabını axtarırsan. Yəni seçimlərin və imkanlarını başa düşüb nəyə qadir olduğunu biləndə müqayisəni şikayət yönümündən yox, analiz yönümündən aparırsan. Yox, bunlar olmayanda ancaq şikayət edirsən ki, o getdi, mən qaldım. İnsan zəif tərəfləri ilə necə barışa bilər? Onlarla döyüşməli, yoxsa qucaqlamalıdır? Mənə görə ən böyük problemlərdən biri budur. Azərbaycan cəmiyyətində xüsusilə gənclər və insanlar romantikləşdirirlər bir şeyi. Yəni tutaq ki, qucaqlamalıdır və yaxud necə barışsın. Çox ədəbidir. Yəni insan bacarıqlarına ədəbiyyat yükləyəndə o romantikləşir və reallıqdan uzaqlaşır. Axı bayaqki sualda dedim, kapitalizmdir məsələ. Bizim bacarığımız olmalıdır, biz pul qazanmalıyıq, bizim düşüncələrimiz önəmli olmalıdır. Burada da poetik məsələlər, burada tam ədəbiyyat da deyil də, yəni qarışıq bir şeydir. Ortaya mix bir şey çıxır, amma yəni zəifliyimlə necə barışım, onu necə qucaqlayım? Bu bir növ yaşam koçlarının o verdiyi motivasiyalara bənzəyir də. Qucaqla onu, qorxularını qucaqla və s. kimi şeylər. Yəni əslində belə bir şey mümkün deyil də. Yəni konkret bilirsən ki, zəiflik nəyə deyirsən? Bir, məsələn, pul qazana bilmirəm. Niyə pul qazana bilmirəm? Məsələn, bu yerdə 2000 manat pul qazanmaq üçün mənim pulum olmalıdır. Mənim pul qazanmaq üçün mənim xarici dil biliyim olmalıdır, ünsiyyətim olmalıdır, ixtisası mənimsəməliyəm və kommunikasiya qura bilməliyəm. Məsələn, 4 dənə bacarıq var. Əgər bu 4 bacarıq yoxdursa, bu həmin sahədə getmək istəyən yerdə sənin zəif tərəflərin hesab olunur. Sən başlamalısan bunların üzərində işləməyə. Yəni mexanizm rasional və məntiqlə belə olur. Romantikləşdirəndə, deyingənlik və digər şeyləri ortaya salanda qarışır insan. Yəni əgər insan bir şey həll eləmirsə, yüzlərlə bəhanə tapa bilər. Amma bir şey həll etmək istəyirsə, ona bir dənə həlledici səbəb tapmaq çox çətindir. Buna güc lazımdır. Bəs niyə həmişə uğurlu adamlar, uğurlu hesab edilən normal insanlar çətinliklərdən keçirlər? Budur da. Çünki kütlə heç zaman, məsələn 10 adamdan ümumi olaraq 8-i heç vaxt bu şeyi fikirləşmir.
o oturacaq bütün gün romantikləşdirəcək və belə bu formada danışacaq. Amma məsələ ya bunun həllini tap. Özün üçün nəsə elə, yarat, xüsusi bir formalaşdır, ondan sonra çıx ortaya. Ona görə işin o rasional tərəfi, məntiqi tərəfi daha önəmlidir deyə düşünürəm. Sizcə gənclər ən çox hansı bacarıqlarını təkmilləşdirməlidirlər ki, gələcəkdə güclü fərdlərə çevrilsinlər? Əslində bu suala yox. Əslində birinci suala verdiyim cavab bu suala verəcəyim cavabdan oxşardır. Ona görə ki, nə etməlidirlər ki, olsun, belə bir şey deyə bilməyəcəm. Ümumi olaraq baza nələr olmalıdır insanda? Birinci detal ünsiyyət, effektiv danışma olmazsa olmazdır. Bu işin 70%-idir mənə görə ünsiyyət. Bilməlisən hər şeyi. Deməli, bir maraqlı əhvalat var. Deyir, dünyanın ən güclü reklamçılarından birinin vertolyotu qəzaya uğrayır. Düşür Amazonda vəhşi qadınların yaşadığı qəbilənin içərisinə. Ağaca bağlayırlar ki, qadınlar onu yandırsınlar. Deyirlər, bizdən son istəyin nədir? Deyir, məni aranızdakı ən çirkin qadın öldürsün. Qadınlar da bir-birinə çirkin deməyəcəyinə görə, özlərinə çirkin deməyəcəklərinə görə ölümdən xilas olur. Adi bir detal, nə deyəcəyimiz yox, necə deyəcəyimiz önəmlidir. Ona görə burada birinci məsələ ünsiyyətdir. İkinci məsələ kommunikasiyadır. İnsanlarla əlaqə, yeni insanlar tanıma, kommunikasiyaların qurulması bu insanın gələcəkdə iş həyatında imkanlarını böyüdür. Kimsə bizi rekomendasiya nədir? Tövsiyə eləyir. Kimsə bizi kiməsə tövsiyə eləyir. Kimsə bizim bacarıqlarımıza əsasən bizə iş verir və s. və s. məsələlər. Üçüncü detal pul qazana bilmə bacarığı. Bu alver, bu arada alver pis bir şey deyil, sadəcə ümumi olaraq deyirəm. 10 manata aldım, 15-ə satdım, 5 manat pulum qaldı. Yox, biznes təfəkkürünə sahib olma. Bu biznes təfəkkürünə sahib olma deyəndə də söhbət biznes qurmaqdan getmir. Hər hansı bir yerdə də işləyə bilərik. Məsələ pula qarşı olan münasibətdir. Pulu necə idarə edirsən, necə istifadə edirsən, pulu necə artırırsan və s. bacarıqları, bunlar çox öyrənilməsi gərəkən əsas detallardır deyə düşünürəm. Beyin baxımından baxanda motivasiyanı qorumaq üçün gənclər nə etməlidirlər? Sözün kökü latıncadan emotivedir, hərəkət etmək. A nöqtəsindən B nöqtəsinə getmək. Bizi hərəkətə gətirəcək güclərdən gedir söhbət. Amma arxasında disiplin, nizam-intizam dayanmayanda ki, nizam-intizamla da bacarıq formalaşır. Elə bil, sən inanırsan ki və motivasiyan var ki, sən X adlı boksçunu birinci raundda nokaut eləyəcəksən. Amma heç vaxt boksuna məşğul olmamısan. Çünki nizam-intizamın yoxdur da. Bax, Azərbaycanda insanların arasında olan ən böyük mənə görə o uyğunsuzluqlardan biri budur. Bu da son illərdə var, belə bir ifadələr. Sən inan, hər şey yaxşı olacaq. Əsas inanmaqdır. Eril, dişil enerjini artır, nəsə bu belə bir şeylər var. Enerjini artır, alınacaq və s. Əla, super, möhtəşəm, amma nizam-intizam olmalıdır axı sənin bacarığının. Sənin bir strukturun, fundamentin olmalıdır ki, sən o nəticələri əldə edə bilərsən. Harada fırlatsan, o fundamentdən gedir söhbət. O yoxdursa, boş görsənirsən müəyyən bir yerlərdə. Məsələ odur. Ona görə çox da motivasiya yox, o nizam-intizam. Elə bil, məsəl üçün, sənin 100 dənə motivasiyan var, amma bir dənə bacarığın var. Sən 100 dənə motivasiya ilə bir dənə bacarığını fərqli duyğular keçirərək müxtəlif yerlərə yönləndirə bilərsən. Amma sənin 4 bacarığın var, bir dənə motivasiyan var. Sən o bir motivasiya ilə 4 bacarığını 10 bacarıq eləyə bilərsən və ondan daha çox qazana bilərsən. Həm pul, həm mənəviyyat məsələsi. Bu baxımdan nizam-intizam bizi həyatda tutan və daha doğrusu motivasiya bizi həyatda tutan sistemdir. Disiplin isə bizi həyatda istədiyimiz nöqtəyə aparan sistem. Bu disiplin ona görə, bu baxımdan mənə görə 1-0 öndədir. Ən az 1% irəlilə prinsipinə münasibətiniz necədir? Faiz nisbətini bilmirəm, amma mənə görə yaxşı şeylər yavaş-yavaş olur. Sürət, bax fikir verin, dünyanın bütün sistemi, insanların yaşam tərzi, sosial media, hər şey sürət üzərində qurulub. Biz marketinqlə məşğul oluruq, müştəriyə keyfiyyətli iş veririk. Müştəri deyir ki, məni kəşfiyyətə sal. Sürət.
Swipe-lar var. TikTokda, Instagramda çeviririk yuxarı. 15 saniyəli, 30 saniyəli videolar surətə fokuslayır adamı. Surətli nəsə olsun. YouTube videoları olsun. Yəni qısa zamanda mən nəsə qazanım. Süni intellektdə ən çox istifadə olunan detal nədir? Cavab verir və sual verirsən, insana qısa formada cavab verirsən, öyrəndin. Artıq sənin dərin araşdırmağa, geniş təfəkkürə ehtiyacın qalmır. Sən qısa zamanda bütün informasiyalara sahib olursan. İnformasiya bolluğu və çekliliyi yaranmış olur. Hər şey surət üzərində qurulur. Ona görə surət biraz təhlükəli bir şeydir. İlk görünüşdən yaxşı görsənir, sən sürətli şəkildə nələrisə öyrənib göstərə bilərsən mən bilikliyəm, amma bunun altında yenə də disiplin və nizam-intizam dərinləşmiş bir bilik sistemi yoxdursa, heç vaxt bu nəticə əldə edə bilməyəcəksən. Ona görə yaxşı işlər yavaş-yavaş olur. Səbr eləməlisən, gözləməlisən ki, yavaş-yavaş istədiyin nəticəyə çatasan. Gənclər dəyişmək istəyirlər, amma haradan başlamalıyam sualında ilişib qalırlar. Sizcə ilk addım nədir? Həqiqətən sualın cavabını bilmirəm. Niyə? Bunu bilmək üçün ya falçı olmalıyam, ya çox yaxşı manipulyator olmalıyam. Bilirsiniz niyə? İnsanların yaşadığı həyatı, hal-hazırda nə hiss etdikləri bilmirik axı. Məsələn, indi mənim bu danışığıma 5 tip adam baxa bilər. Biri çox varlı ola bilər, heç bir problemi olmaz, həyatdan şikayət eləyər. Biri ailə üzvlərini itirib, təkdir, bilmir neynəsin, ola bilər. Birinin pulu var, amma necə xərcləsin bilmir. Birinin biliyi çoxdur, pulu yoxdur. Fərqli bir şey ola bilər. İnsanlar fərqlidirlər. İnsanlara hardan başlamağın yolunu göstərmək üçün o insanları sən tanımalısan. O insan özü birinci deməlidir ki, mən bu səviyyədəyəm, mən bu səviyyəyə getmək istəyirəm. Amma mən bunu eləyin, əziz gənclər, özünüzə inanın, hər şey yaxşı olacaq və s. kimi motivasiya tipli sözləri istifadə eləsəm, bu onlara mənfi təsir göstərə bilər. Məsələ budur. Amma nə deyə bilərəm? Bunu da niyə deyirəm? Bəzən insan birinə qulaq asır, o adamı heç vaxt görməyəcək, heç vaxt tanımır, əyani şəkildə tanış olmayıblar, amma onun dediyi hər hansı bir söz, hərəkət, performansı onun həyatında dəyişikliyə səbəb olur. Bunun motivasiya ilə heç bir əlaqəsi yoxdur. Ona görə mən, əziz gənc, sən get bunu belə elə cümlələrini qurmuram. Məsələ nədir? İstənilən yöndən prosesə baxa bilərsiniz də. Mənə görə hər şey bir-birinə ziddir. Davranışlarımız, danışıqlarımız, yaşam tərzimiz və s. Bu ziddiyyətləri biz idarə etmədiyimiz müddətcə inkişaf eləyə bilmirik. Ziddiyyətdən əlavə, mənim ideologiyamda mərkəzdə insanın özüdür. Qalan proseslərin hamısı ətrafda baş verir. Yəni, mən reaksiya vermədən o şey mənim həyatımda yoxdur. Biz nəyə reaksiya veririksə ona da çevrilməyə başlayırıq. Bu reaksiya məsələlərini özümüzə yönəlib, mən nəyə reaksiya verirəm, niyə beləyəm və s. sorğulamağa başladıqca hardan başlamağın yolunu insan tapa bilir. Mən özümdə belə eləmişəm. Çünki mən TikTokda, Instagramda onları swipe eləyərək videolara baxıb birinə rəy yazırsan, birini söyürsən, birinə fərqli bir söz deyirsən, eləyə bilərəm. Amma mənim daxilimə narahatlıq yaradacaq. Mən hardan başlayacağımı yenə də bilmirəm. Sən özünə yönəlməlisən ki, bax, mən hal-hazırda nəyə baxıram, nəyə etiraz edirəm, nə mənim marağımdadır, nə deyil. Çünki sən bunların hamısının cəmi olaraq özünü orada göstərirsən. Bunu eləyə biləndən sonra insan o hardan özünü tapa bilər sualını özü rahatlıqla tapa bilir deyə düşünürəm. Amma yəni qeyd etdiyim kimi də bu başda dediyim reallıqlar dəyişmir. Bu sırf insanın özündən asılıdır deyə düşünürəm. Şəxsi inkişaf yalnız kitab oxumaqdan ibarətdir. Gənclər inkişaf üçün nələr etməlidir? Doğulursan, A nöqtəsindən Z nöqtəsinə gedirsən. O Z ölüm məsələsidir də. Bioloji, psixoloji, sosial psixoloji, fərqli formalarda insanlarda dəyişikliklər baş verir. Bu dəyişiklik həm insana nələrsə gətirir, həm nələrsə alır. Mikroiqtisadiyyatın əsasları, daha doğrusu Economics'in əsasları kitabında Gregory Mankew'un belə bir fikri var. Gregory Mankew'un yazdığı Economics'in əsasları kitabında alternativ dəyər anlayışı, bir şey əldə etmək üçün itirilən digər şeyin dəyəri. Əgər mənim əldə etdiyim şey itirdiyim şeyin dəyərindən yüksəkdirsə, mən onsuz da itirirəm də onu. O gedir. Şəxsi inkişaf bax belə bir şeydir mənə görə. Nəyisə qazandığın şey itirdiyin şeyin dəyərindən üstün olduğu halda insana nəsə qatır. Zamanını itirirsən, qarşılığında nəsə qazanırsan.
ya da o qədər böyük bir şey itirirsən, daha doğrusu o qədər kiçik bir şey itirirsən ki, qarşılığında olan o böyük şeylərin heç birisi onu bərpa eləmir. Çox qəribə bir ziddiyyətdir də bu. Ona görə şəxsi inkişaf sırf qazandıqlarının itirdiklərindən üstün olduğu halda səni irəli apara bilər deyə düşünürəm. Fikrim, yəni təsəvvür eləyək ki, bu mənim Allah eləməsin son sözlərimdir. Bu podkastın son sözləridir və linçləmək günahkarı tapmaq üçündür, sorğulamaq isə həqiqəti. Yəni birini dayanmadan linçləyib o belədir, bu belədir, bu mənə belə elədi deyərək heç bir nəticə əldə etmək mümkün olmur. Olur, deyingən birinə çevrilirsən. Özünü sorğulayanda isə o həqiqət içindən çıxır. Sən kimsən, nə iş görməlisən, hara gedirsən və s. özünü yaxşı tanıyırsan. Bax, bu iki dənə ziddiyyətin arasında tarazlığı qorumağı bütün gənclərə arzu edirəm. Məsləhət, tövsiyə xarakterli deyil, amma düşünürəm ki, təcrübələrim, danışığım, fikirlərim az da olsa sizin həyatınızda nəsə bir yaxşı yöndə dəyişiklik göstərə bilər. Elə olsa mənə yazarsınız. Təşəkkür edirəm. Çox sağ olun.